Salam, hər vaxtınız xeyir olsun. Bugün içli, doyumlu, çox dadlı kartofla kotlet resepti bölüşürəm. Bunu hazırladıktan sonra kartofu sadəcə bu cür hazırlamaq istəyəcəksiniz. Kartofu qazana əlavə edib, üzərinə çıxana qədər su əlavə edib qoyuram. Yumşalana qədər bişsin. Digər tərəfdə qiymənin üzərinə soğan əlavə edib, yağa düşənə qədər bunları qovururam. Qiymənin suyu çəkildikdən sonra üzərinə duz, istiot, pul biber əlavə edib tam rəngi dəyişənə qədər qovururam. Qiymə gözəl qovrulduqdan sonra üzərinə göyərti əlavə edib qarışdırıb ocağın altını söndürüb qoyuram. İçlik soysun. Kartof da yumşalana qədər bişdikdən sonra üzərinə duz, istiot əlavə edib qaynar şəkildə kartofu püre halına gətirirəm. Püre hazır olduqdan sonra qoyuram, tam soysun. Tam soyduqdan sonra başlayıram hazırlamağa. Hazır pürədən bir xörək qaşığı dolusu alıb düzləşdirirəm. İçərisinə hazırladığım içlikdən əlavə edib kənarlarını birləşdirirəm. Bu cür kotleti hazırlayıb kənara yığıram. Bütün kotleti hazırladıktan sonra 2 ədəd yumurtanın üzərinə bir xörək qaşığı un əlavə edib bunları həll olana qədər qarışdırıram. Kartofu öncə yumurtaya bulayıram. Daha sonra üzərini suxarı ilə örtürəm. Hazır olduqdan sonra 2-3 saat saxlayıram ki, üzəri tam qurusun. Tam quruduqda qızardanda kotlet dağılmır. Kartof kotletinin dağılmadan qızarmağının tək sirri isə gür odda qızartmaq lazımdır. Vam odda qızartsanız püre yumuşalıb hər tərəfə dağılır kotlet. Gür ocaqda hər tərəfini qızartdıqdan sonra yağdan alıram. Üzərinə də göyərti səpib servis edirəm. Kartofla bütün yeməklər dadlı olur. İnanın ki, bu kotlet başqa bir dadlıdır. Dadına doyum olmayan çox ləzzətli kartoflu, doyumlu kotletlər alınır. Bu kotleti hazırlayıb yoxlasanız, kartofu bundan belə sadəcə bu cür hazırlamaq istəyəcəksiniz. İkinci resepti isə kartofsuz, xəmirsiz, içli, doyumlu yemək dadında kotletlərdir. 300 qram qiymə, 2 ədəd soğanı qovururam yağa düşənə qədər. Üzərinə 2 ədəd rəndədən keçirilmiş pomidor əlavə edib pomidorun da suyu çəkilənə qədər qovururam.
Üzərinə zövqə görə duz, qara istot əlavə edib qarışdırıb ocağın üzərindən alıram. 2 stəkan bişmiş yumru düyünün üzərinə duz, kərə yağı, şəkər tozu, 1 ədəd yumurta əlavə edib bunları tam həll olana qədər qarışdırıram. Düyü tam həll olana qədər qarışdırdıqdan sonra paketin üzərinə 2 xörək qaşığı yerləşdirirəm. Qaşığı suyla isladıb düyünü yumru şəkildə yayıram. Bu ölçüdə yaydıqdan sonra üzərinə də içlikdən əlavə edib bükürəm. Düyünü paketin üzərində etdiyimiz üçün yapışmadan çox asan hazırlanır. Düyü bitənə qədər bu qaydayla hazırlayıb taxtanın üzərinə düzürəm. 2 ədəd yumurtanın üzərinə 1 şimdilik duz, 1 xörək qaşığı un əlavə edib qarışdırıram. Hazır kotletləri öncə yumurtaya bulayıram. Sonra üzərinə çörək ovansı ilə örtürəm. Bunları da taxtanın üzərinə düzürəm. İki saat gözlədirəm ki, yumurta ilə çörək ovansı qurusun. Quruduqdan sonra yağda hər tərəfini qızardıram. Bir yüzü qızardıqdan sonra çevirirəm. İkinci yüzü də qızarsın. Vam odda qızardıram ki, yanmasın. Hər tərəfi qızardıqdan sonra yağdan alıram. Budur artıq. Hazır şəklinə də baxa bilərsiniz. Doyumlu, dadlı kotletlər alınır. Fərqli dadda doyumlu yemək istəyirsinizsə, bu resepti hazırlaya bilərsiniz. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.